Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Rusiyanın Azərbaycan işğalına başlaması haqqında danışacağıq. Ümumiyyətcə biz dedik ki, Rusiya neynir? Moskva knyazlığı 16-cı əsrdə qazandı, Həştərxandı. Bunlar ələ keçirdi. Xəzər dənizinə, eyni zamanda Şimali Qafqaza yolu açıldı. Ümumiyyətcə 18-ci əsrdə İki dəfə Rusiya bura hücum eləmişdi. Bir dəfə 1722-23-cü ildə 1-ci Pyotrun başçılığı ilə, bir dəfə də 2-ci Yekaterina Zubovun başçılığı ilə 1796-cı ildə. Düzdür ki, həmin vaxt burada möhkəmlənə bilmədilər. Amma artıq 19-cu əsrdə dedik 1-ci Aleksandrdır, 1-ci Nikolaydır. Bunların dövründə onlar öz istəklərinə çatdılar. Ümumiyyətcə yazmışıq işğal üçün əlverişli şərait. Gəlin görək Rusiyanın Azərbaycanı işğal etmək üçün əlverişli şərait nə idi? Dedik ki, həmin dövrdə Azərbaycanda feodal pərakəndəlik idi. Parçalanmış vəziyyətdə idi. Xanlıqlara parçalanmışdı və bu xanlıqlar da hamısı bir-biri ilə mübarizədə idi. Yəni ümumiyyətcə ölkədə siyasi birlik yox idi də, qeyri-sabitlik idi. Ona görə də onların işğalları üçün vəziyyət yaxşı olur. Bundan da başqa dedik axı Qacarlar dövləti, eyni zamanda Osmanlı imperiyası, bunlar da vəziyyəti yaxşı deyil idi. Ona görə də Rusiyanın işi asanlaşırdı. Qeyd eləmişik ki, maraqları kəsişən dövlətlər. Gəlin görək hansı dövlətlərin maraqları Cənubi Qafqazda kəsişirdi. Məsələn, Rusiyadır, Qacardır, Osmanlıdır, İngiltərədir, Fransadır. Məsələn, Rusiyanı bizim işğal eləmək, bu Azərbaycan işğal eləməkdə məqsədi nə idi? Heç nə istəyirdi ki, buranı Azərbaycanın xammal mənbəyinə çevirsin. Eyni zamanda dağlı hərəkatı var idi axı Şimali Qafqazda. İstəyirdi ki, həmin o Şimali Qafqazda olan dağlı hərəkatını da cənubdan da mühasirəyə alsın. Yəni oranı yatırtmağa şərait yaradırdı özünə və eyni zamanda İngiltərənin şərqdə Oshind şirkəti var idi də ona zərbə vurmaq istəyirdi. Bəs yaxşı Qacarların, Osmanlının Cənubi Qafqazda maraqları nə idi? Onlar istəyirdilər ki, Rusiya Azərbaycanı işğal eləməsin, yəni burada möhkəmlənməsin. Eyni zamanda elə İngiltərənin, Fransanın da məqsədi bu idi ki, Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinin qarşısını alsınlar. İndi gəlin danışaq İşğaldan. Biz dedik ki 1801-ci ildə Çar 1-ci Aleksandrın manifesti var idi. Niyə manifest verir? Çünki deyirik axı Kartli Kaxetiya çarlığı vardı. Onlar bəzi Azərbaycan xanları idi. Eyni zamanda Qacarlarla əlaqələr yaratdı. Bu da 1-ci Aleksandrı narahat eləyirdi. Ona görə də manifest verdi. 1801-ci ildə dedi Şərqi Gürcüstan daxili müstəqilliyini ləğv eləyirəm. Yəni Rusiya birləşdirildi. Və orada nə yaradılır? Gürcü quberniyası yaradılır. Deyirik ki, Şərqi Gürcüstan Rusiyanın tərkibinə qatılmasından bizim müəyyən torpaqlarımız da qatıldı. Məsələn, Borçalıdır, Lorudur, Qazaxdır, Şəmşəddildir, Pəmpəkdir. Yəni bu ərazilərdə, bax işarələyirik təxmini. Bax bu ərazilərimizdə Gürcülərlə birlikdə qatıldı kimi Rusiyanın tərkibinə. Yəni bir növ desək ki, Azərbaycanın şimalının işğal prosesində ilk addım nə olur? Çar Aleksandrın 1801-ci il manifesti. Yəni artıq elə bir bu əraziləri özünə qatmaqla Azərbaycanın işğal prosesinə demək olar ki, başlayır. Amma Rusiya narahat idi. Fikirləşirdi ki, bu qədər dövlətin burada maraqları var. Mən xanlıqların hamısını öz üzərimə qaldıra bilmərəm. Ona görə də müəyyən yollara əl atmaq istəyirdi. Məsələn, istəyirdi ki, müəyyən xanlıqları özünə yaxınlaşdırsın, müəyyən xanlıqlar arasında ixtişaşlar yaratsın. Ona görə müəyyən addımlar atdı. Məsələn, Georgiyevski müqaviləsi 1802-ci ildə. Nə idi bu? Bunu hansı xanlıqlarla bağlı? Deyirik Quba və Lənkəran. Bu bizim Quba xanlığımızı işarələdik. Bu da Lənkəran xanlığıdır. Quba və Lənkəran xanlıqları arasında Georgiyevski müqaviləsi bağladı 1802-ci ildə. Nə idi Georgiyevski müqaviləsinin şərtləri? Heç nə, bu xanlıqlar öz arzusu ilə Rusiyanın himayəsinə qəbul oluna bilərdilər və Rusiya da deyir ki, mən sizin müstəqilliyinizə toxunmayacağam. Dedi, nə iş görün? Xəzərdə gəmiçiliyi inkişaf elətdirin, eyni zamanda Cənubi Qafqazda ticarəti inkişaf elətdirin və deyirdi, mən sizə vəd verirəm ki, Qacarlara və Osmanlıların təhlükəsindən sizi qoruyacağam. Yəni bir növ alladırdı da bunları. Məqsədi nə idi? Xəzəryanı bölgəli işğal eləmək. Ona görə də bunlara bu cür vədlərlə bunları allatdı. Georgiyevski müqaviləsini imzaladı Lənkəran və Quba xanlıqları ilə. İndi gəlin danışaq Car Balakən haqqında. Yazmışıq 1803-cü il Car Balakən tutuldu. Car Balakən tutulmasından əvvəl deyirik ki, artıq Siyanovun məqsədi nə idi? Bax bu Gürcülərdən sonra. İlk hədəfi Car Balakən oldu. Niyə Car Balakən? Çünki Car Balakən bax işarəlirik hardadır. Təxmini bax bu ərazilərdə Car Balakən var idi. Car Balakənin əhəmiyyəti nə idi ruslar üçün? Dedik ki, bax Azərbaycanın içərisində uzanan yolların üzərində yerləşirdi. Eyni zamanda əlverişli coğrafi mövqedə yerləşirdi.
Neyniyə bilərdi? Ruslar buradan keçib Azərbaycanın içərilərinə doğru gedə bilərdi. Və eyni zamanda dağlı hərəkatını cənubdan mühasirəyə ala bilərdi. Çünki biz dedik ki, Şimali Qafqazda dağlı hərəkatı gedirdi. Ona görə də ilk hücum hədəfi oldu Carbalakan cəmaatlığı. Deyirik ki, gəldilər 1803-cü ildə Gürcülərlə Ruslar birləşib Carbalakana hücum eləyirlər. Düzdür ki, 1803-cü ilin mart ayında nə baş verdi? Alazan və yaxud da Qanıq döyüşü baş verdi və burada biz yadımıza saldıq ki, tarixdə hansı Qanıq döyüşlərini keçmişdik. Həmin Qanıq döyüşündə Ruslar qalib gəlir, deyirik hətta Balakən yandırıldı, Carda işğal edildi. 1803-cü ildə nə bağlanır aprel ayında? Antlı öhdəlik. Gəlin görək antlı öhdəliyin şərtləri nə idi? Carbalakan cəmaatlığı daxili müstəqilliyin saxlaması ilə Rusiyanın himayəsinə keçirdi. Neynəməlidir? Carlılar öz ərazisində Rus qarnizonu saxlamalı idi və bundan başqa ipəklə xərac ödəməli idi. Və eyni zamanda öz sədaqətlərini bildirmək üçün gürovlar verməlidir. Biz bildik də tarixdə elə bir şey var. Öz övladını gürov kimi verir ki, əgər razı olmasam, müqaviləli pozsam övladımı öldür. Yəni nə bilim nə eləyirsən eləginə. Və deyirik Tiflisə gürovlar göndərir. Amma nə baş verdi? Deyir ki, Carbalakan cəmaatlığı adlı öhdəliyin şərtlərini yerinə yetirmədi. Ona görə də 1804-cü ilin yanvar ayında Cara ikinci dəfə hücum edildi. Və orada yazmışıq ki, Zakatala döyüşü baş verdi. Bəli, həmin Zakatala döyüşündə Carlılar qələbə çaldılar. Deyir, Rus qoşunu məğlubiyyətə uğratdı. Hətta general Qulyakov öldürüldü. Ruslar hara çəkilir? Muxax kəndinə doğru çəkildilər. Amma Siyanov neyniyir? Deyir ki, 1804-cü ilin mart ayında yenidən Carbalakan cəmaətliyini tabe etdi. Və hətta 1804 yazmışıq İlisu da tabe edildi. Carbalakan cəmaətliyi da eyni zamanda İlisunun işğalı faktiki olaraq Rusiyanın Azərbaycanı müharibəyə başladığını göstərdi. Yəni Azərbaycanın şimalının işğalına başladığını göstərirdi. Artıq bu İlisudan Carbalakana qurtarandan sonra əsas məqsəd nə idi? Əsas hücum hədəfi Gəncə idi. Yaxşı, gəlin görək Gəncənin əhəmiyyəti nə idi Ruslar üçün? Deyirik ki, məsələn, Gəncə xanlığı əlverişli, bu da elə Carbalakan cəmaatlığı kimi əlverişli yerdə yerləşirdi. Eyni zamanda Gəncə xanlığı nə etmişdi? Bu Şəmşəddil, bu digər ərazilər ki, 1801-ci il manifestinə əsasən Rusiyaya verildi. Həmin vaxtı Gəncə ilə dedik ki, İrəvan xanlığı sərt etirazın bildirirlər ki, həmin ərazilər niyə ora keçir? Ona görə də bəli, bunlar arasında müəyyən problemlər var idi. Həm də dedik ki, ölkənin içərilərinə doğru getmək üçün Gəncə xanlığı bax burada yerləşir. Gəncə xanlığı hardadır? Demək olar ki, Azərbaycanın mərkəzidir. Yəni işğalı rahatlaşdırdığı üçün başlayır birinci Gəncə, amma Gəncənin işğalından əvvəl neyinir? İlk növbədə Siyanov təhdid edici məktublar göndərir ki, mənə tabe ol, lakin Cavad xan bunu qəbul eləmir. Hətta deyirik ki, 1803-cü ildə Quruqobu adlı yerdə döyüş baş verir, lakin orada üstün qüvvə kimlərin əlində idi? Rusların əlində idi. Ona görə də Quruqobu döyüşündə bir neçə həmlədən sonra geri çəkilir Cavad xan. Və bu döyüşdə deyirik kəşfiyyat xarakterli döyüş idi. Artıq 1803-cü ilin dekabr ayında Gəncə qalası mühasirəyə alınır. Biz dedik axı 1804-cü ildə nə oldu? Yanvar ayının 3-dən 4-ünə keçən gecə Rus qoşunları Gəncəyə hücum edir. Ermənilərin köməkliyi ilə Gəncə qalası tutuldu. Dedik, hətta Cavad xan, onun oğlu Hüseynqulu bəy idi. Qəhrəmancasına şəhid oldular bu döyüşdə. Gəncənin işğalından sonra nə olur? Gəncə xanlığı müqavimət göstərdiyinə görə tutulan kimi ləğv edilir, dairəyə çevrilir. Hətta deyirik Çar 1-ci Aleksandr öz həyat yoldaşı Yelizavetanın şərəfinə şəhərin adını Yelizavetopol adlandırır və deyir ki, kim ki bu şəhərə Yelizavetopol yox, Gəncə desə, onlar cərimələnəcək. Düzdür ki, bax belə bir məsələ də var ki, həmin vaxtı Cavad xan çağırış eləyir ki, gəlin kömək edin, eyni zamanda Qacarlardan kömək istəyir. Amma nə Qacarlar ona kömək göndərmir. Hətta deyir ki, Qarabağ xanı İbrahim Xəlil xan eləmişdi, 2 dənə top göndərmişdi bunlara. Bu nəyə göstərir? Bu artıq bir növ Gəncənin işğalı Ruslar üçün nə cür nəticələnir? Deyir ki, Ruslar mənəvi üstünlük qazanırlar, eyni zamanda digər xanlıqlara yol açılır. Bir sözlə, Gəncənin işğalı Şimali Azərbaycanın taleyini həll elədi. Və eyni zamanda nə baş verdi? Deyir ki, bütün elə bir hərbi strateji üstünlük keçdi kimin əlinə? Rusların əlinə. Qacarlar da başladı, bu da artıq öz mövqeyini itirməyə. Məsələn, Qacarlar deyir ki, ən mühüm dayaqlarından birini itirir.
və eyni zamanda xanlıqlar arasında ixtilaflara səbəb olur ki, Gəncə Qacarlarla yaxın dostudur. Gəncə işğal olundu, əhalisi qətliam olundu. Qacarlardan bir səs çıxmadı. Bu da artıq demək olar ki, Şimali Azərbaycanın faktiki taleyini həll eləmişdi. Biz keçən dəfə səhv eləmirəmsə xanlıqlar dövrünün ictimai, iqtisadi və mədəni həyatı da qalmışdı. Dedim onun haqqında da kiçik məlumat verəcəm. Ümumiyyətcə xanlıqlar dövründə sosial qruplar nə cür? Dedik ki, 3 dənə sosial qrup var idi də. Feodal təbəqəsi idi, kəndlilər idi, bir də sənətkar və tacirlərdir. Məsələn, feodal təbəqəsinə kimlər daxil idi? Yuxarı hakim zümrə, bəydir, ruhanidir, sultandır, elbəyidir, xanın özüdür. Kəndlilər üst qrupa bölünürdü: rəiyyət, rəcbər və elat. Üçüncü təbəqədə də sənətkarlar və kəndlilər dururdu. Yaxşı, xanlıqlar dövründə idarə etmə sistemi nə cür idi? Dedik ki, başda oturan xan idi. Yəni bütün də o qeyri-məhdud hakimiyyətə malik idi. Bütün işlər onun əlində cəmləşmişdi. Ən yaxın köməkçi vəzir idi. Mahalları, eyni zamanda digər ərazilər kimlər idarə edirdi? Naiblər idarə edirdi. Kəndliləri kəndxuda ilə yüzbaşı idarə edirdi və əsası qoruyanlar da maaflar idi. Yaxşı, gəlin danışaq xanlıqlar dövründə kəndli təbəqələrinə. Dedik 3 təbəqəyə bölünmüşdü axı: rəiyyət, rəcbər və elat. Rəiyyət nə idi? Deyirik, əsasən mülk torpaqlarında, divan, vəqf torpaqlarında yaşayırdı və feodala, dövlətə vergi ödəyirdi. Amma rəcbər nə idi? Rəcbərin heç nəyi yox idi. Nə torpağı yox, nə əmək aləti yox idi. Deyirik, əsasən feodalın mülklərində işləyirdi və məhsulun 3/2-sini vergi verirdi. Bundan başqa bir də elatlar var ki, deyirik, əsasən yarımköçmə maldarlıqla məşğul olurdular. Əsasən də nə idi? Xan ordusunun, yəni qoşunun əsasını təşkil edirdilər. Bundan başqa xanlıqlar dövründə olan vergilərdən danışdıq. Biz deyə bilərdik ki, mal cəhət var idi ki, əsas vergi növü idi, məhsulla alınırdı. Bundan başqa otlaqlardan istifadəyə görə çöpbaşı var idi, bağlardan istifadəyə görə bağbaşı var idi. Vergi yığan məmurların xeyrinə alınırdı, darxalıq var idi. Eyni zamanda bayramda rəiyyət feodala hədiyyə aparması var ki, buna biz bayramlıq deyirdik. Mirzəyanə, kələntərlik kimi vergi növləri var idi ki, bu da əsasən xan dəftərxanasının işçiləri üçün sərf edilirdi. Bundan başqa xanlıqlar dövründə mükəlləfiyyətlər vardı. Məsələn, biyar. Deyirdi ki, haqqı ödənməyən işlər idi. Yəni gedirdilər xanın, feodalın işini görürdülər, 3 gündən 6 günə qədər davam edirdi. Bundan başqa əvrəz var idi, iməclik. Deyirdik ki, hamılıqla 2 gün gedib nə olmadı? Haqqı ödənmədən feodalın, xanın malikanələrində işləməli idilər. Bundan başqa bir də bizə əsas lazımdır burada nə? Xanlıqlar dövründə dedik ki, şərti torpaq hansı idi? Tiyul idi, lakin tədricən irsi keçməyə başlayırdı. Məsələn, xüsusi sənədlərlə xan tərəfindən verilir. Amma Səfəvilər dövründə olan tiyuldan bu biraz fərqlənirdi. Nə cür? Çünki biz dedik axı, Səfəvilərdə şərti torpaq idi. Burada artıq yavaş-yavaş irsi keçməyə başlayırdı. Və bundan başqa Səfəvilərin dövründə xalisə divan torpaqları var idi ki, xanlıqların dövründə onlar bir adla xan torpağı adlanmağa başlamışdı.